biz şirkət olaraq 2023-cü ildən etibarən böyük miqyaslı layihələrə başlamışıq. Bu Bakı, Sumqayıt şəhərlərində böyük layihələrimiz başladı. Bakının minimum 3 rayonunda Yasamal, Nizami və Nərimanov rayonlarında inşamız başladı və bizim də DMA ilə birgə fəaliyyətimiz əslində o illərə uyğun gəlir. Çünki həmən dövrdə bizə kifayət qədər işçi lazım idi. Sizə müraciətlər bizdən daha çox olur. Siz əhali ilə, vətəndaşlarla daha sıx əlaqədəsiniz. Çünki bir qurum olaraq DMA daha çox vətəndaşları araşdırır və işsizlik səviyyəsini ən azından bilir. Və oradan bizə yönləndirmələr bizim üçün çox yaxşı bir töhfə verdi. Həmən dövrlərdə bizim fəaliyyətimiz birgə başlayıb və hal-hazırda mən və mənim komandam da bu fəaliyyətdən kifayət qədər məmnunuq. Böyük bir uğurdur ki, həm kadr siyasətində sizdən dəstək alırıq və bizim adımıza da nə xoşdur ki, ən azından ölkənin işsizlik belə deyək, istiqamətinin azalmasında kiçik bir tövhəmiz olursa, bu da şirkət olaraq bizim üçün bir xoşa gələn bir haldır. İstədiyimiz bir haldır ki, hər zaman belə layihələrdə sizlərlə bir yerdə iştirak edək. Mən bir neçə dəfə Məşğul Agentliyin tədbirlərində olmuşam. Bizim Qarabağ layihəsində Şuşada bina inşa olunan zaman sizin böyük bir tədbir var idi agentliyin. Mən özüm də orada iştirak eləmişəm və Məşğulluq Agentliyinin mahiyyəti, orada deyək ki, neçə kilometrlər uzaqda qurulan emalatxanalar var idi. Biz hansı ki, sizin nazirliyin əməkdaşlarla bir yerdə orada baxış keçirdik. Bu əslində agentliyin hal-hazırki işsizliyi aradan qaldırmaqda hansı üsullardan, hansı belə deyək də komandasının necə formalaşmasını göstərir ki, ən önəmli istiqaməti işğaldan azad olunan torpaqlara verilir və nəinki orada bütün respublika üzrə sizin fəaliyyətiniz müsbət dəyərləndirilir. Bütün ölkədə fəaliyyət göstərən özəl təşkilatlara məsləhət görərdik ki, istənilən bir sahədə, istər tikinti sahəsi olsun, indi bu bizim sahəmizdir, istər təsərrüfat olsun, hər bir sahədə bu istifadə oluna bilər. Mən hal-hazırda deyək ki, şirkət rəsmisindən əlavə də bir vətəndaşam. Bizim ölkədə nə qədər işsizlik az olarsa, nə qədər vətəndaş belə deyək, daha firavan yaşayarsa, bu həm vətəndaş adına, həm bizim adımıza, həm dövlət adına böyük bir uğurdur. Ona görə bunu bütün investorlara məsləhət görərdim ki, sizdən həqiqətən sıx əlaqədə olsun.